dəfələrlə media vasitəsilə Göyçay rayon sakinlərinə və rayonumuza üst tutan qonaqlara rayonumuzun təmiz saxlanması ilə bağlı çağırışlar etməyimizə baxmayaraq sözümüz elə bil daşa dəyib qayıdır özümüzə. Bəli, düz eşitdiniz. Bəzi vətəndaşlarımızın məsuliyyətsizliyi artıq bizi dəfələrlə bu mövzuya toxunmağa vadar edir. Haqqında söhbət edəcəyimiz mövzu da rayonun təmizliyinə xələl gətirən şəxslərlə bağlıdır. Belə ki, Göyçay rayon icra hakimiyyəti yanında Şəhər Təsərrüfat Birliyi tərəfindən rayonun prospekt və küçələrində gündəlik olaraq təmizlik işləri aparılır. Məişət tullantıları təmizlik maşınlarına yığılaraq poligon ərazisinə daşınır. Buna baxmayaraq rayonun bəzi sakinlərinin məsuliyyətsiz hərəkətləri ilə üz-üzə qalırıq. Çəkilişdən də göründüyü kimi xoşagəlməz mənzərə rayonun Mehdi Hüseynzadə küçəsində yerləşən çox mənzilli yaşayış binasının həyətində yaşanıb. Burada yaşayan sakinlər tərəfindən məişət və digər tullantılar zibil qutularına atılmayaraq ətrafa səpələnib. Bununla da rayonun səliqə səhmanına xələl gətirilib. Gəlin unutmayaq ki, sanitar təmizlik sahəsinin işi rayonda təmizlik işi aparmaqdır. Daha vətəndaş məsuliyyətsizliyini ictimailəşdirib həmin şəxsləri utandırmaq deyil. Səbuhi Eltonlu, Gülşən Muradova, Arif Heydərov, Düzgün.az, Şəhər Təsərrüfat Birliyi, 2025-ci il.